Lipdən sonra uzun müddət müayinəyə gəlməyən bir pasientimizə baxırıq. Hər zaman soruşursunuz ki, sahələr, patoloji sahələr təzədən əmələ gələ bilərmi? Gələ bilər. Heç kim ondan belə deyək də 100% qarantiya olunmayıbdır. Əgər davamlı müayinələr bir prosesi yaradan səbəb aradan qaldırılmırsa və davamlı müayinələrə pasient həkimin dediklərini eləməklə gəlib getmirsə, yenidən yarana bilər. Pasientimizə lipdən sonra baxırıq, uşaqlıq boyunbaq belə normal, tam yas septerli örtülüdür. İşimizi görmüşük, göstəriş üzərində eləmişik, amma burada həqiqətən sizə təşəkkürümü bildirəcəm. Pasient deyir ki, doktor, necə təlimat vermisiniz, necə tapşırmısınızsa, hətta stəkan çaydan başqa da heç nə ağırlıq götürməmişəm. Cinsi əlaqə bizim qəbulumuza gələnə qədər yara əgər lip olunubsa, cinsi əlaqə olmaz, ağır iş götürmək olmaz. Öskürmək, qəbiz olmaq, belə hallar olmamalıdır. Əgər pasient deyilənlərə deyilən kimi riayət edirsə, nəticəmizdə belə olur. Növbəti postmenopauzal qanama 28 ildə adətən kəsilmiş bir xanımımız. Bir ildir xala dedin qanayırsan, hə? Bir ildir qanayır, soruşuram, bəs niyə həkimə getməmsən? Deyir, düşündüm, stres keçirdirəm ondandır. Bir daha səslənək. Postmenopauzal qanamalar, postmenopauzal dönəmdə adətən kəsilmiş xanımlarda heç bir halda, heç bir miqdarda qan olmamalıdır. Növbəti pasiyentimiz haqqında bu videonu çəkirəm. 80 təvəllüd, 46 yaşında bir xanımdır. Hər zaman patoloji uşaqlıq qanaxmalarından danışanda qeyd edirəm ki, xroniki və kəskin patoloji uşaqlıq qanaxmaları var. Xroniki odur ki, 6 aydan uzun müddətdə aybaşıların artması, yəni miqdar və müddət olaraq artması. Pasient deyir ki, bu ayın 11-dən qanaxmadayam, uşaqlıq qanaxması baş verib və dəqiq anamnesik məlumatları toplayanda deyir, doktor, 1-2 ildə artıq gürlaşmağa başlayırdı. Bəzən ayda 2 dəfə gördüm, laxtalar görürdüm. Bax, demək istədiyimiz budur. Əgər normal adətdən çox olmağa başlamışsa, müddət olaraq çox olursa, laxtalar olursa, ləkələnməklə başlayıb ləkələnməklə qutarırsa, 21 gündən aşağı bir sıkılla olursa, bu patoloji uşaqlıq qanaxması sayılır. Aydınlaşdırmaq lazımdır. Orqana bağlıdırmı, yoxsa hormonal pozulma bağlıdırmı? Növbəti pasiyentimiz 85-ci təvəllüd bir xanımımızdır. 2024-cü ildə region adını çəkməyəcəm. Uşaqlığın ekstirpasiyası cərrahməti, çıxarılması cərrahməti icra olunub. Deyir, qanaxmam var idi, ona görə olunub. Öncəki sənədləri yoxdur, nəyə görə icra olunub bilmirik. Bugünkü gündə bizə müraciət etmə səbəbi qarında olan ağrılar, regionda MRT-dən keçib və qarın boşluğunda çox sayılı törəmələr. Və bir şeydə qeyd edim ki, cərrahi əməliyyatdan sonra qeyd edir ki, histoloji müayinə, yəni əkmə analizi aparılmayıb. Hansı zəmanədir? Götürülən material histoloji müayinəyə bir mənalı göndərilir. Növbəti pasiyentimiz trofoblastik xəstəliyinə bizə müraciət edib. El arasında bəlkə də eşitmisiniz, beçəxor, mol hamiləlik müxtəlif adlarla adlandırılır. Yəni hamiləlik baş verir, embrion olmur, xoriondan inkişaf edən belə bir törəmə formasında. Üzüm salxımına bənzər bir törəmələr uşaqlıq boşluğunda çoxalır. Xanımın 48 yaşı var. Deyir, noyabrda son adətimi görmüşəm, ondan sonra görməmişəm. XG 300 minlərin üzərində, yəni hamiləlik göstəricisi. Miometrium çox nazikləşmiş vəziyyətdə və qanaxma şikayəti ilə müraciət edib. Əgər menopozada, premenopoz dönəmə girməsinizsə də belə, rutin müayinələr önəmlidir. Hələ qanama olur arada sırada, qohum əqrəbə deyir ki, normaldır, kəsilirsən deyənə, sonuçda bu vəziyyətdə, belə bir vəziyyətdə, ağır vəziyyətdə hemoqlobin 65 qram litr, yəni müraciət edirsiniz. Həmin yaşda olan xanımlara bir daha səslənək ki, müayinələrə gedin.